Paşinyan Türk ölkəsinə səfər etdi. Ermənistanın baş naziri Nikol Paşinyan Astanaya rəsmi səfər edib. Axar Az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Nursultan Nazarbayev adına beynəlxalq hava limanında onu Qazaxıstanın baş naziri Olja Spektenov qarşılayıb. Səfər çərçivəsində noyabrın 21-də ikitərəfli əməkdaşlığın aktual məsələləri üzrə bir sıra görüşlər planlaşdırılıb. Türkiyə ilə sülh Ermənistan üçün vacibdir, Mirzoyan. Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması Ermənistan üçün həqiqətən vacibdir. Azərbaycanla bərqərar olmuş sülhün daha da institusionallaşdırılması da eyni dərəcədə vacibdir. Axar Az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan deyib. Ermənistan hər iki istiqamətdə səmimi səy göstərir. Bu iki komponentin heç biri digəri ilə şərtlənmir, onlar arasında səbəb-nəticə əlaqəsini aşkar etməyə çalışsaq, Türkiyə ilə münasibətlərin tam normallaşmasının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərməyəcəyi, əksinə müsbət təsir göstərəcəyi ortaya çıxa bilər. Nəqliyyat infrastrukturunun açılması ilə bağlı olaraq bu prosesin əsas prinsipləri 8 avqustda Vaşinqtonda keçirilən sülh sammitində razılaşdırılıb. Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipi. Bu çərçivədə müəyyən edilmiş Trump yolu həm Azərbaycanı Naxçıvanla, həm də Ermənistanı digər ölkələrlə, daha geniş coğrafi miqyasda isə regionları Ermənistan və Azərbaycan vasitəsilə birləşdirəcək. Ermənistan bunu mümkün qədər tez həyata keçirmək üçün fəal səylər göstərir, o bildirib. Erməni ekspertlər sabah Bakıya səfər edəcəklər. Erməni ekspertlər noyabrın 21-də Bakıya səfər edəcəklər. Oxu Az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan hökuməti noyabrın 20-də keçirilən iclasında noyabrın 21-22-də Bakıda keçiriləcək dəyirmi masada 5 ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkilinə 17.550.000 dram ayrılması barədə qərar qəbul edib. Qərarın əsaslandırmasında deyilir ki, dəyirmi masada iştirak Ermənistanla Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları asanlaşdırmaq və iki dövlətin cəmiyyətləri arasında etimadın gücləndirilməsi üçün mexanizmlər yaradacaq. Bu qanun ilk oxunuşda qəbul edildi. Milli Məclis 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında və Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında qanun layihələrini ilk oxunuşda qəbul edib. Referans Az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müzakirə aparılıb. Qeyd edilib ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 çoxdur. Sənədə əsasən yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilir. Müzakirələrdən sonra hər iki sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.